Paltaryanla bağlı hamıya bir dənə məlumat verəcəm. Çoxlarına belə bir şey deyirlər. Ustaya zəng edəndə deyirlər ki, paltaryan çəkilir, deyir barabanın paçenniki dağılıb və ya üç qulağı qırılıb. Bu nə deməkdir? Bu gün bunun açıqlamasını sizə verirəm. Baxın, bu paltaryandır, düzdür? Bunun barabanı və ya paçenniki dağılanda bu hal olur. İndi göstərirəm sizə, diqqətlə baxın. Bu həmin barabandır. Siemens modelinə uyğun olaraq göstərirəm. Çünki bunu açmışıq, hal-hazırda əldə olan budur. Gördüyünüz kimi bu qazanıdır. Baxın bu. Bunu fırladırıq, içinə baxın. Gördünüz? Bəli, bu qazanın üç qulağı qırılıb artıq, görürsünüz? Bax, göstərirəm, diqqətlə baxın. Bax, bu üç qulaqdır və qazanın barabanın içində. Bu qırılanda bu hal baş verir ki, deyirlər üç qulaq qırılıb. Yox, əgər sizə üç qulaq qırılıb demirlər, deyirlər paçennik dağılıb. Bax, bunun dalında paçennik var, fırlanır, görürsünüz? Bax, burada. Bu paçennik dağılanda da səs eləyir. Heç olmasa belə maarifləndirici videolara görə bir sağ oldan, çox sağ oldan yazın. Həm də kimin paltaryan təmirinə ehtiyacı var? 15 ildir bu işlə məşğulam. Düzəlməyən paltaryan yoxdur. Nə istəsəniz düzəlir. Siz sadəcə bir dənə zəng edirsiniz, deyirsiniz usta, gəl bizim paltaryanı düzəlt. Bu iş həll olundu. Elə bil ki, həll olundu da yəni. Kimin nə sualı var? Nömrə səhifədə var.